Bu tipli sualda ən önəmli nədir? Sinifə baxırsan, alkan. Həmən yadına salırsan, alkanın formu sin, H2n üstəgəl 2 yazdıq. Deyir, karbon sayı yazıram. Karbon sayı. Neçə veriblər mənə? N üstəgəl 2. Sonra deyir, hidrogen sayı. Bunu neçə veriblər? X. Bunu müxtəlif yolla həll eləmək olar. Ya birbaş yerinə qoymaq və yaxud da belə. Karbon sayı onlar mənə N üstəgəl 2 veriblər. Mənim formulda karbon nə qədərdir? N. Hidrogen sayı nə qədərdir? 2N üstəgəl 2. Aşağıki N, yuxarıki N ikisi də eyni kəmiyyət daxil. Onu qarışdırmamaqdan ötürü. Ya aşağıki, ya yuxarıki fərqi işarə edeyim. Məsələn, aşağıki X ilə, ya A ilə, ya K ilə fərq eləmir. Məsələn, bu dəfə gəl fərq eləyə A ilə işarə eləyə aşağıkilara. Yəni, formuldakı N-ləri nə ilə işarə elədim? A ilə işarə elədim. A bərabərdir N üstəgəl 2-yə. Yuxarıkına. Həmin A-nın qiymətini gətirib bu tərəfdə yerinə qoyuram. 2, N üstəgəl 2, A-nın yerinə üstəgəl 2. O da eləyəcəkdir 2N üstəgəl 4 üstəgəl 2. O da eləyir nə? 2N üstəgəl 6 A variantı.